Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah me ba'd. Biz Adem evladı beşerin her birinin bir zayıf yeri olur. Bir alüdeliği olur. Yani demiyorlar ki elə bir insan yoktur ki onun bir alüdeliği olmasın. O alüdelik herden mezmum da olabilir. Helak edici, hoşa gelmez. Ve herden yani yaxşı şeylerde alüdelik olur. Olur mu? Olur. Sual çıxır, görəsən bir bəşər kimi sevgili Peyğəmbərimizin alüdəliyi nə idi? Sünəndə gələn çox maraqlı bir hədisdə sahabə deyir ki, atam, anam sənə fəda olsun ya Rasulullah. Görürəm ki, zöhrdə, yəni fərzdən qabaq 4 rəkət namaza alüdəsən. Nə deyir? 4 rəkət namaza alüdəsən. İnni ilə arakə tudminu arba rəkəətin qablə zuhri. Tudminu, idman kəlməsi gəlir. İdman, yani alüde olmak. Ya husnel hal, ne güzel o hal ki bir insanın alüdeli zikrullah. Allah Teala'nın zikridir. Bundan büyük həqiqətən uğur yoktur. Çünkü insanların alüdeleri müxtəlifdir. Bakın görün, Allah Subhanahu Teala öz peygamberin alüdeliyini salıb. Yani Allah'ı zikretmeye. O geyri seferdeyken hiçbir zaman zöhrün ilk sünnetini bırakmazdı. Onu 4 rekat kılardı. Burada bir balaca başka da bir fayda var. Bəzi qardaşlarımız duha namazına alüdədir. Görürsən ki, heç bir zaman tərk eləmir. Həmin qardaşlara fuqahanın görüşünü xatırladıram ki, duha namazı o namaz deyil ki, o namaza alüdə olmaq olar. O namazı hərdən qılıb, hərdən tərk eləmək sünnə sayılır. O namazın da, duhanın da isimlərindən də biri bir gündən bir namazı. Bir gündən bir namazı. Ayşe anamız sünəndə gələn hədislərdə Nəşux Allah Nəbisi sallallahu aleyhi ve sellem hərdən duhanı tərk edərdi. Göstərir ki, duhanı hərdən qılardı, hərdən qılmazdı. O ki, qaldı Abu Hureyranın səhihdə gələn hədisə, Xəlili mənə 3 şeyi tövsiyə elədi. Onlardan da biri duha namaz, yəni 2 rəkat gün əvvəlində namaz tərk etməmək. O demək deyil ki, yəni onu hər gün qılmaq. Tərk etməmək, yəni davamlı olmaq. Adəti üzrə. Onun da adəti necədir? Bir gün qılırsan, bir gün tərk edirsən. Bir gün qılırsan, 2 gün tərk edirsən. 2 gün qılırsan, 3 gün tərk edirsən. Amma bu həyatın boyu, yəni bu işi tərk eləmirsən, aydındır. Amma o davamlı deyil. Və həqiqətən, subhanallah, bir insanın alüdəliyi Allah-u Teala'nın kitabını yəni bol-bol oxumaq olarsa, nə xoş onlarla. İnsanlar var ki, Allah-u Teala'nın kitabını oxumaqdan doymurlar. Allahu Ekber. Və mən insan tanıyıram, insanlar hətta tanıyıram ki, onların alüdəliyi oruçdur. Adam oruçsuz tutura bilmir. Hətta onlardan biri mənə yaxınlaşdı, yaşı 65. Şeyxim, icazə verirsən mən deyir, hər gün oruç tutum. Utandım, vallahi utandım. Yəni insan 1-4 oruçlarla kifayətlənmir. Əyyamil biyıl, yəni ağ günlər oruçları birindən kifayətlənmir. Dedim ki, yaşın uyğun olsaydı, Davud orucunu sənə tövsiyə elərdim, amma yaşın 65 deyir, şeyx sən nə deyirsən? Mən səndən gəlmişəm fetva almaq. Olar ki, mən hər gün oruç tutum. Dedim, səni buna vadar eləyən nədir? Deyir ki, mən yalnız orucla rahatlıq tapıram. Orucla rahat oluram, orucla dincəlirəm. Həm deyir, fizioloji olaraq cismim rahatlıq tapır. Həm özümü çox yaxşı hiss edirəm, həm də ki, bununla rahatlıq tapıram. Deyirəm, subhanallah. İnsanlar var görür, yəni alüdəlik nədədir? İnsan var ki, yəni günə 10 yüz Quran oxuyur. Doymur, Quran oxumaqdan doymur. Allahu Ekber. Yəni insanlar var. Bu yaxınlarda bir böyük alim dünyasını dəyişdi. Muftil Məmləkə Abdüləziz Əli Şeyx. Onun şagirdlərindən biri danışır ki, Məscid-i Racihi Riyad şəhrində ən böyük məscidlərdən biridir. Deyir, şeyxin əlinə tuturdum, şeyx kəfif, yəni gözləri kör idi. Şeyxin əlinə tuturduq. Deyir, şeyx məscidin içində o ilə gəzə-gəzə 300-ü mən əzbər danışırdı və onun gündəlik proqramı idi. Bu hələnməklə. Evdəkilər də danışır ki, təhəccüddə də 300 çıxırdı. Gündəlik proqramı şeyxin təmtəmə ilə, zəmzəmə deyirlərdi buna, yəni çox sürətlə oxumaq. Günə 10 yüz əzbər danışırdı və bu gözləri görməyən insanda. Və kən ləhu fər Ramazan xatmə, üzr istəyirəm, əstağfurullah, və kən ləhu fi Arafə xatmə. Arafə gündə bütün xətm eləyərdi. Arafə günü həcdə xətm eləyərdi. Yəni, subhanallah, yəni Allahın dostlarının da bir alüdəsi var.
Onlar da Resulullah sallallahu aleyhi ve sellem'in yoluna gedirlər. Nə də rahatlıq tapırlar, nəyə alışqandırlar, nəyə adətədirlər Allah-u Teala'nı zikir eləməkdə. Misal üçün, Şeyx Abdülaziz Əli Şeyx Rahimullah kimi bu yaxınlarda itirdik. Onun misal üçün çox böyük fəzilətləri vardı. Onlardan da biri, yəni bu insan Allah'ın kitabına çox bağlıydı. Yəni kən ləhu xatmə fi kulli arafa və deyilənə görə araşdırmalar göstərir ki, İslam tarixində ilk insandır ki, 35 il fasiləsiz Arafanın minbərinin xütbə verən olub. Arafa bilirsiniz ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem Arafa günü dəvəsi ilə həmin o hündür yerə biraz qalxdı və əmr etdi ki, ona süd badəsi gətirilsin və südü göstərdi insanlara və işdi sanki dedi ki, Arafada olanlara oruç aid deyil. Oruç Arafası qeyri-həcdə olanlara aiddir. Südü ona görə içdi ki, mən günləri onu pozuram, siz də pozun. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem bilirsiniz ki, orada namazı qıldırdı. Orada bir məscid var, Məscid-i Xif deyilir və orada xutbəsini verdi, Arafa xutbəsi. Həmin bu Şeyx Abdülaziz Əli Şeyx 35 il, yəni aram kəsilmədən orada minbərdə xutbə verənlərdən idi. Allahu Ekber. Və onun ən maraqlı fəzilətlərindən biri, bu ölkənin müftisi olduğuna görə hər il həcc elətdirirdilər buna. Bunun həm gözləri kör, həm axır vaxtlar çox ağır xəstəlik keçirmişdi, insult xəstəliyi və nit qabiliyyətinin bir hissəsini itirmişdi. Və artıq çomaqla və sağla soluna gəzdirirlər. Buna bərabər ölənə kimi insan subhanallah həcc edirdi. Hardasa 44 dəfə həcc eləyib və bunlardan 35'ini özündən başqası üçün eləyib. Bilirsiniz kim üçün eləyir? Deməli, deyir ki, şeyx hər dəfə tarixi araşdırar, İslam alimlərindən kimə həcc nəsib olmayıbsa, onu yerinə həcc eləyərdi. Sən təsəvvür bizdə İslam tarixində alimlər var, nəhəng alimlər var ki, onlara həcc nəsib olmayıb. Təəccüblənməyin, əvvəlki həcc indiki kimi deyil, təyyarəyə mindin, iş bitdi, yox. Əvvəl 3000 kilometr məsafə var, adam Andalusdan gəlir, İspaniyadan adam Irak'tan gəlir, adam Mısır'dan gəlir, Afrika'dan, dünyanın o tərəfindən, suyun o tərəfindən. Hər kəsə həcc nəsib olmurdu. Həcc vardı ki, onların taqətində, gücündə, nə malında, nə sihhətində deyildi. Həcc var ki, insan həccə çıxırdı, ölürdü. Və həcc hər böyük alimə nəsib olmayıb. Bizdə İslam tarixində nəhəng alimlər var ki, onlara həcc nəsib olmayıb. Şeyx hər dəfə, bu dəfə, misal üçün İmam Ən-Nəvvi yenə həcc elədi. Gələndə misal üçün Bəhmən kəsinə, hər dəfə bir alimi yenə həcc eləyərdi. Allahu Ekber. Təsəvvürə qiyamət günü o böyük alimlər gələcəklər, dəftərində həcc tapacaqlar. Ya Rabbi, biz həcc eləməmişik, bu həcci kim bizim yerimizə eləyib? Axır zamanda gələn onların qardaşı Abdülaziz Əli Şeyx. Subhanallah, Allah subhanətələ müvəffəq eləndə həqiqətən müvəffəq edir. Həmin o alim ki, biz onu bu yaxınlarda itirdik, qeyri-adi zəkaya malik idi. Qeyri-adi zəkaya malik idi. Gözlərini erkən itirmişdi. Onlarda nəsillik olaraq bir göz xəstəliyi var. Hal-hazırda onun oğlunda da o xəstəlik var. Zaten o xəstəliyi siz tarixdə eşitdiniz. Əl-Əməş xəstəliyi də. Yəni, toyuq körluğu ona oxşar bir xəstəlikdir. Gün ortalar çox zəif görür, gecələr heç görmür və s. ilaxır. Və 40 yaşına çatmaq görmə qabiliyyətini tamamilə itirirlər. Şeyxə dedilər ki, bəs İsveçdən bir güclü uzman həkim gəlib əməliyyat eləyəcək. Nəysə çox təriflədilər, çox təşviq elədilər ki, əməliyyat eləyim. Əməliyyatı girməklə olan qalan gözlərimi itirdim. Əməliyyat uğursuz keçdi və mənə bir neçə gündən sonra dedilər ki, Şeyx, innə lillahi və innə ileyhi raciun. Yəni, hələmsən neçə illər görə bilərdin, amma əməliyyat uğursuz keçdi. İsveçli alim neynəmədi, olan qalan gözləri kişinin həmişəlik bağlandı. Rahiməhullah, şeyx dedi ki, elhamdülillah, innə lillahi və innə ileyhi raciun. Kim iki sevgilisini itirib, səbir edib, riza göstərib, şükür eləyərsə, əvəzinə Allah ona cənnəti əvəz edər. Mən də Allahdan cənnəti qəbul edim, Allahdan istəyirəm. Bununla bərabər qeyri-adi zəkaya malik idi. Onun zəkasının misalı, mən şəxsən bunun şahidiyəm. Bir dəfə Şeyx Abdülaziz Mədinə İslam Universitetinə bir Afqan tələbənin doktorantura işini təhvil almaq üçün baş müşrif olaraq təşrif eləyir. Deməli, doktorantura əsəri
təqribən 1000 səhifədən ibarətdir. 3 dənə belə yekə dəftər kitabdır. Adam yığıb, onu süzgəcdən keçirdəcəklər, orada təliqatlar verəcəklər, nöqsən xəta olanları oradan çıxartacaqlar, düzəliş ehtiyacı olanları düzəliş edəcəklər və sonra o kitabı doktorantda əsəri olaraq müdafiə edən tələbə üçün çapa izin verəcəklər. Və deməli, təsəvvür şeyx o, yəni doktoranturanın münaqişəsinə gəlməmişdən qabaq o kitabları ən azı onu oxumalıdırlar da, düzdürmü? Oxumaq nədir? Şeyx onlar əzbərləmişdi. Mən bunu gözümə şahid olmuşam. Şeyx gözləri görməyə, deməli, doktorantura müdafiəsi 6 saat davam elədi. Ortada balaca fasilələr var idi. Hətta yemək içməyi xəfi bir şəkildə orada gətirirdilər ki, yəni kəsilməsin. Ortada bizi yalnız namaz ayırdı. Təsəvvürlə səhər saat 8:30-da doktorantura başladı. Mən də ilk dəfə həyatımda canlı bunu görmək istəydim. Allah xüsus belə bir tarixi şərəf zamanın ən böyük alimi, bizim zamanda ən sahibi almış, ən böyük alimi İbn Baz səviyyəli alimdir bu insan. Ölkənin baş müftisi. Təsəvvür doktoranturunu o alır, özdə necə bir tələbədən. Təsəvvür mən o dəftərləri gördüm, dəftərləri 3 dənə belə 2 dəftərdir, 1000 səhifə, tələbə yığıb elmi, özü dəftər çap olmuş şəkildə, yəni kitab olmasındadır. Doktor deyir, iqra min safha, oxu 16-cı səhifənin yuxarıdakı paragrafından. Doktor orada nəsə tapıb, Abdüləziz Şeyx, deyir, oxu oranı. Tələbə oxuyur, sonra alim həmin cümləni başdan əzbərdən danışır. Və deyir ki, bu cümlə səhvdir. Düzgün olansa belə və belədir. Və deyir, indi keç 32-ci səhifənin altındakı olan cümləni və şeyx o cümləni oxuyur. Təsəvvür şeyx o 1000 səhifəlik dəftəri elmi mühazirəni əzbərləmişdi. Doktorantura almaq üçün. Və haradasa bir 40-50 civarında xata düzəldir orada. Taliqatlar edir, düzəlişlər edir və sonra həmin tələbəyə dərəcəl ulə, şərəfəl ulə, ən yüksək dərəcənin doktorantın dərəcəsini verir. Təsəvvür şeyx oraya gəlməmişdən qabaq, o mühazirədəki müdafiə olunan adətən insanlar nə edir? Alim profesor oturur, başlayır, onu düz alimin başdan oxuyur və sonra nə edir? Həmin oxuduğunu ki, indi orada şeyxlər onu qaralayıb da rəngli karandaşlarla, flamasterlə, təliqatlar və s. paragraflar yapışdırıblar, hansı yerləri tələbə düzələcəklər. Amma bu insanda göz görmür axı, göz yoxdur. Bunlar hamısını beynində hazırlayıb, təsəvvürlə. Və əzbərindən deyir ki, 16-cı səhifə, 32-ci səhifə, filan paragraf, bu cümlədə sən filan cümləni hardan götürmüsən, bu cümlənin əsli belə deyil, sonra orada xat eləmirsən, burada məsələn İmam Zəhəbi deyil, İbn Həcərdir. Yəni insan dəryadır, dəhşət yəni. Yəni biz böyük bir kitabxananı, böyük bir ensiklopediyanı torpağa verdik. Yəni o boyda nəhəng bir alim dünyasını dəyişir, subhanallah. Yəni baxırsan, görürsən, bu insan ölkənin baş müftüsü. Heyət kibar uləmanın üzü, yəni böyük alimlər heyətinin rəisi, sədri, Buhuthul İlmiyyətil Aləmiyyə, yəni bütün zamanımızın elmi təhqiqatlarının baş sədri, yəni bütün kitablar, ölkəyə girən kitablar, yazılan bütün kitablar, müəlliflərin bütün kitabları ona oxunar. O kitabı axıra kimi dinləyər, ya icazə verər çapa, ya icazə verməz. Əgər kitab uyğun deyilsə, ya da səhvlər düzəldilər, düzəliş eləyər. Təsəvvürlə, yəni nəhəng bir insan. Bu ilə bərabər onun nədir? Gündəlik virdi Qurandan 10 cüzdür. Gündəlik 10 cüz əzbər danışırdı. 10 cüz əzbər danışırdı və Arafa günü ki, onu hələ orada Arafa xütbəsi olacaqdı. O xütbəni də o köksündə əzbərdən hazırlamışdı. Bu ilə bərabər Arafa günü bütöv xətm edərdi Quranı. Başlıqdan ayağa xətm edərdi. Və bu onu Allahın zikrinə yayındırmazdı. Yəni, subhanallah, Allahu Akbar, yəni şəttən həqiqətən böyük fərqdir. Yəni, içki alüdəsi, dayanacağın, oturacağın altında veylənən, uzanan, yatan insanlar. Gör, nəfsi onu nə günə qoyub, gör, nəfsinə insan nə qədər boyun əyib, nəfsinə nə qədər eynib insan, hə? Gör, nəfsi onu necə rəzil edib. Bu insanla təsəvvürlə alüdəliyi zikrullah olan, Qur'anın qıraatı olan, subhanallah, Allah təsbih edən bir hal. Bu nə qədər müxtəlifdir, nə qədər... Demək ki, həmin sözə qayıdırıq. Böyük dahi aləmin, İbn-i Qeymin sözünə qayıdırıq. Yəni, insan, yəni, torpaqdan yaradılıb və insan əgər yəni, nəfsinə əyilərsə, yəni, rəzil olaraq torpağa, palçığa doğru əyilər və onun ruhu da bilirsiniz ki, yəni, Allah Teala tərəfindən
üfürülüb, yaratılıb və onun elə bir ki, insan iki cisimdə, iki şeydən ibarətdir. Bir tərəfi torpaqdan yaradılıb, onun cismi torpaqdandır. Ona görə onun uzvları hamısı torpaqdandır. Yəni bütün uzvlar torpaqdandır. Yəni sən bədəni nə qədər qizalandırırsan, ruh yenə ac qalır. Ruhun isə mənəviyyatı səmadadır. Yəni Allah Subhanahu taala zikr etməkdədir. Və insan yəni nəfsini əzərsə, nəfsini tapdalayarsa, ona qalib gələrsə, nə olur? Mələklər dərəcəsinə qalxır. Mələklər dərəcəsinə qalxır. Və bu asan deyil. Bu asan deyil. Bunu Allahdan istəmək lazımdır. Allah kimə müvəffəq edirsə eləyir. Yəni Allah üçün bu asandır, bizim üçün bu çətindir. Elə isə hər şeyi Allahdan istəyək. Yəni bil ki, bütün bağlı qapılar onun yanında açıqdır. Bütün sir olan onun yanında aşkardır. Bil ki, onun gücü, qüdrəti, çatmadığı heç bir şey yoxdur. Yetər ki, murad etməsi, bəs eləyir və ol deməsi. Amma bizim üçünsə o qədər bağlı qapılar, yəni ümidsiz, çarəsiz hallar var ki, biz düşünürük ki, bu sondur, müntəhədir və bundan o yana olmaz. Allah qatında bunlar yəni çox asandır. Elə isə alimlərdən biri yenə də İbn-i Qayyim səhv eləmirəmsə deyir ki, dərk elədim ki, yerdə və göydə hər bir şey Allahındır. Yerdə və göydə mülk olar hər bir şey Allahındır. Bunu dərk elədim. Onda dərk elədim ki, ən böyük iş də duadır. Ən böyük iş də duadır. Niyə görə? Dua eləndə nə deməkdir dua eləmək? Allah-u Teala'nı çağırmaq. Ondan yalvarış və qorxu ilə nəyisə tələb eləmək, istəmək. Madem ki, yerlər və göylər və içində olanlar hər bir şey Allahındır, onun mülküdür. Sən birbaşa ona istəyəndə, demək hər bir şey həll olur da. Elə deyil. Amma sadəcə də biz dərk eləməmişik duanın mahiyyətini, duanın əzəmətini, dua nə qədər əhəmiyyətlidir. Və Allah Subhanahu Teala bizi nəfsimizin şərrindən qorusun. Və mə ubərri'u nəfsi innə nəfsil əmmaratun bis-su'i illə mə rahimə Rabbi. Necə Allah Teala Yusuf surəsində mən öz nəfsimi bəraətə çıxartmam. Həqiqətən nəfs, yəni davamlı pislikləri əmr etməkdə olan birisidir.